Gör bunun fırlanıb gəlməyə уже 1 dəqiqə keçdi. Mən bunu 1 dəqiqə ayaqüstə qapıda gözləməliydim. Sən bundakı şərəf və ləyaqətə bax. Görsən? Heç gözləməzdim. Pul istəyəcək. Pul var. Mənə pulum zadım yox. Özüm pul verən lazım. Pul nə gəzir məndə? Pulum var mənim. Pulu versin bayana, Gülsüm, padruqaları. Mən niyə verirəm? Mənim pulum zadım yoxdur. Onlar təzə cücələrdir, gündəmə gətirir. Pullarını bıraxsınlar. Gəldi deyəsən. Mənə nə? Mən niyə verirəm? Bəyən görüm. Nə bir gəlin gətirirsən? Bu ne maşındı? Bunu nereden tapdınız? Işım düşsün başınıza. Düşe görüm. Süley. Süley senden ha? Bildiğin süley senden ha? Kızgırt. Bu ne bitfasın? Ayakkabıyla hiç başındakilerin alakası yoktu. Siz oluyor mu? Yok. Yoktu. Siz oluyor mu? Yok. Wi-Fi getdi, megabayta qoşuldum, Nikolar. Görsənirəm, bacılar. Qaçışdığım gəlib məni bu. Mənə deyir, gəl otur maşına. Mən niyə otururam maşına? Mənə qaçışmaq istəyir. Hadi ki işte mən lapatka götürənə. Mən bu tərəf eləyim başını, gözlə. Gəldi aşağı da. Otur bir daha başına işim. Hadi buradan nə işim var mənim o maşında? Tanımadığım şəxslər var orada. Başa bir daha. Yox, mənim orada nə işim var? Sən tək olsaydın başqa, yox. Yox, qəti sürətdə. Sonra decə oturdu maşınımıza. Nə ehtiyacın var? Suyunu Heç nə, çoxsa. Kola alıb gətirsəydin yaxşı olardı burada. Sən canım, bir dənə al gətir, yeşo. Kola hansına? Mavi var ya kola. Hansına kola da 2 litrlik. Hə, bir dənəsini al gətir, sən canım. Gözəlim, mən həmişə düşüb yaxşı insansan. Hə? barajda. Hə, nə bilim alsan yaxşı al. Yox, alma, pulun yoxdur. Biraz xoda girsin də biraz. Kolam yox idi. Sıkıntı. Stili məni öldürür. Onu o şort öyrətmək kimi çıxmasın. Belə mənim də stildən çox başım çıxır. Biz azdan çoxdan da görüb götürdüklərim. Onu qəşən belə Vietnamka ilə giyinirlər. Başa kepka taxırlar, belə mayka kimi giyinir oğlanlar mayka. Şorti, altdan da Vietnamka. Harda görüb, harda görüb. Harda. Gözləyirəm. Çox istəyir. Az qalıram, şılangı götürəm başımdan aşağı. Bir su tökəm. Sırğaların nə qəşəng. Az məndə belə cırcındır çoxdur. Timaya görə minmədim. Ağzı çırıq şeydi o. Sonra DJ maşınımızda oturdu. Mən oturduğum maşında gəldi oturdu. O kimdir az mən onun ağzına söz verirəm. Ona böyük şərəf ləyaqət olar mən o maşında oturarım. Kimdir o? Minyavir. Usta da işləyir, usta. Buradan da baxır. Böyük fanatımdır. Yol gedə-gedə mənə baxır. Baxmalıdır da, başqa kimə baxacaq? Məndən hələ öyrənəcəkləri çox şey var. Biraz mənə baxsın, etika, estetika. Canlı necə aparmaq lazımdır, öyrənsin. Belə.
baboş, Sako bir dənə ayağın qoysun Bakıya. Çox yox ha, bir dənə Bərdədən çıxış sözü yazılsın, Exit. Ayzəyə çox sağ ol. Filmə başlayacaq. Gelmişdi, oturdu, sigaret orada çəkdi, bunu burada çəkdi. Canımın dərdindən yemək qoydum, bunu qoydum. Öz gətirdiklərini də özü yedi. Baba əzbər bilirəm. Xəşlədi, onu da deyinə, canımın dərdindən. Qonaq gəlmişdi, işte deyə, poxunun biri, ləli, nə bu yolu heç kəsə göstərmə. Gözləyin, çatsın bir dənə Bərdədən çıxış Exit yazılsın, görəsiz. Deyirəm mən bir dənə nə olardı? Şehli bir balina atan olardı. Nə bilim bir dənə şirbala satan olardı. Nə olardı ki? Koftanı təzə almışam. Hava bırakmır da. Kofta hava bırakmır. Kofta hava bırakmır. Qoy suyu gətirsin, versin, gedim əlimi dəyişim. Baboşun yerine olsam bir dənə baseni tiktirərəm bura. Sən yox, qapıları bağlayaram. Qurana and olsun. Kupalniklə girərəm suyun içinə, şıp. Ay dədə. Çıxmaram o suyun içindən. Vallahi. Yox, bolta ehtiyac qalmadı. Sako dedi, səhər gələcəm, mənlə gedərsən. Dedim, sabah mən 12-də zatda buradan çıxmalıyam ki, işə getməliyəm. Səhər gələcəm, gedərik. Bak, sonra da yatır. Max da mənə kimi çürüyüb. Bir dənə qışa hədiyyə atan olmayacaq burada mənə. Şalatıqı 1 milyon eləyəydi, amma istiyorlar. Çox qəşənsən, qəşən günümüz olsun, çox sağ olun. Öpürəm. Məftun birazdan gələcək. Kayda çatıram, vallahi az çıxdı, nə atırsız düşür kayda. Qəşən hədiyyatını siz alacağım takibə. Öpücük, ne bileyim beni sev, balina, para yağmuru, sevdiğim hediye bulardı. Böyle yüngülvari hediyeler. Ay çok sağ ol Zühayir, teşekkür ederim. Allah var eylesin. Ay ne kadar külək geldi. Oy. Özün de güzelsin, yüreğin de güzeldi. Çok sağ ol, Allah var eylesin. Sənin takibin kimə lazımdır ki? Ya, mən çox etibarlı qızam. Mən izləyicilərimdən soruşun, buradadılarsa kişi qızları kimi düzün desinlər. Hansı qıza demişəm, sizi takibə alıram, mənə hədiyyə atın, çıxartmayacağım. İndiyə kimi 1 ildir bu səhifədəyəm. Hansını çıxartmışam, düzün desinlər. Heç birini. Mən heç vaxtı takib attığım insanları məni takibdən çıxardarlarsa başqa şey. Amma məni çıxartmayınca çıxartmıram. Tövbə Allahım. Buradadılarsa üzləri burada, özləri burada. Mən heç vaxtı şey eləmirəm. Əhsabi, elə bildim oğlandır, qızdır, çox sağ ol. Mən Qurana takip attığım qızları heç vaxt çıxartmıram. Məndə o küzlülük yoxdur. Olsa mənə deyərlər ki, yalan niyə danışsan? Məni kimsə çıxardar, görərəm, mən takip eləyirəm. O yox, onu da çıxardıram. Yəni kimə demişəm hədiyyə takip atıram, mən o qızı heç vaxt çıxartmamışam. Mən yalancı, o çıxarda bilər, mən çıxartmam, ondan sonra çıxarda bilərəm. Qızım, bir də estetik əməliyyat eləmək istəyirəm, qızım. İndi nə bilim, balina ata bilərsiniz, para yağmuru, indi mənə verdiyiniz dəyərə baxıb da, öpücük. Belə də gözəlsən. Az zarafat eləm, neyəm estetik əməliyyatı? Estetik eləsəm 40-dan sonra. Ölməyim, sağ qalım 40-dan sonra. Amma nəsə çimə dalıb 40-a kimi qalmayacam mən.
Kızıma yananın yüreği ay dünya fəndrə qələsən. Tövbə də. Yazayım, mən ölməkdən qorxmuram. Ölüb gedəcək dana. Mən ölməkdən qorxmuram ha. Bir dənə ondan qorxuram ki, əzab çəkə-çəkə ölməyim. Belə Allahdan elə ölüm arzulayıram, haçan söylesəm də yatım ayılmayım. Əziyyətsiz. Durum görüm ki, başımın üstündə mələklər belə məni pülüyür. Meyvələr qabağımda. Bu həyatda yaşaya bilmədiyimi orada yaşayıram. Cənnətlik. Cənnətlik, cənnətlik. Lüks həyat. Əl sahib çoxsa. Gəldi. Oy, bunlar başqa adamlardı. Bu timadı. Elə bizim sakoşdu. Gəl, gəl. Məhdud demiş. Necəsən Məhdud? Ha? Gülhanla. Yaxşı. Kimlə? Denizden mi geliyorsun? Ha, yok. Denizden gelene benziyorsun. Baba şu an yatır. Ha, baboş uyuyor. Peki durup git bak. Uzanmış. Yemeğin zaten yeri uzandı. Nasılsınız? Hele bütün derinizden gelsin. Neyse suya gözün düşüyor. Bas koca kişi. Koca kişi diye. Ha. Yok. Bas koca kişi diye. Eva çok sağ ol. Sen deyəsən həyətdə oturanda, usta görəndə həyətdə oturanlardansan. Varaq elə qızlar özünü soxuşturmaq üçün görür qonşu zadın həyətində usta zad. Dururlar o qıllı ayaqları ilə bir dənə şey. O vaxt bizdə də elə idi. Jupkanı geyinirlər, məhləyinə başı bu başı, o başı bu başı. Ay təzə ol, minnoşum, takip etdim qızlar sizə. Siz deyəsən o qızlardansınız. Qoca kişidir, 50 yaşı var bədbaxtın, utanmırsan. Sənin başına. Oradan insan özü nədirsə, elə də düşüncəyə sahibdir. Mən ustada gözüm olsaydı canlı açmazdım. Gəlib elə canlısız oturardım burada. Çok sevmiş. 50 yaş qocadır. 50 indi söz gəlişi də olar 55-56. Kızıma yana. Ayten çok sağ ol yüreğim var. Güzel günümüz olsun. Yaşlıyız da yani yaşlı insanlar. Ay el sahip çok sağ ol. Bir tane balin atın ne olur her şey diyeceğim. Bu kimiydi? Günel. Takip attım sana da. Günel, minnoşum, kışım. Görürüm elə bir kız çıxacaq ürəkli olsun mən balin atsın. Yox, oğlanlara atarsınız ancaq. 50 yaş. Ay Allah, 50 yaş, 50 yaş nədir ki? Az mənə kimi 20 yaşında qız 50 yaşında çoxdur da canım. Mən 18 yaşında qız oxşuram. Mənə bax, konuşdu mənə çoxdur. Конечно, 20 yaşında qızcığazam mən, qızcığaz. Şeyin verişindeki ay ne? Zavrın verişindeki arzu demişken qızcığazam. Ayxan çox sağ ol. Nətər deyildi o, nətər qızcığazam, mini minnacık. Bu kimdir? Çox sağ ol Nigar xanım. Öpürəm səni, minnoşum, kışım.